Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bu gün sizinlə növbəti bir neçə qarışıq məsələ izahlarına baxacağıq. Deməli, ilk öncə 20-ci məsələdən başlayaq. Şərtdə bildirilir ki, qapalı qabda 0,2 mol oksigen qazı var. Mol dedikdə, yəni mol, molekul və yaxud da əmsal eyni anlayışlardır. Mol, deməli, 0,2 mol oksigen, yəni 0,2 molekul oksigen qazı var. Bu qaba neçə mol O3, yəni ozon əlavə etmək lazımdır ki, neçə molekul dediyinə görə X molekul, bilmirik neçə molekul. Əlavə etməliyik ki, qabda olan oksigen atomlarının sayı 4 dəfə artsın. İlk öncə buna diqqət yetirək, əziz şagirdlər. Bizim 0,2 molekul oksigenimiz var idisə, burada neçə atom var, bunu müəyyən edək. 0,2 molekul 2, 0,2 vurulsun 2, yəni 0,4 atom oksigenimiz qabda var idi. Düzdür? Oksigen atomumuz var idi. Bizə bildirilir ki, bura nə qədər ozon əlavə etmişik bilmirik, neçə molekul daha doğrusu. Və atomların sayı 4 dəfə artıb. Əvvəl bizim atomlarımızın sayı 0,4 idi. 4 dəfə artıbsa 0,4 vurulsun 4, yəni 1,6 atom oksigenimiz olub. 1,6 oksigenimiz sonda olub. Əvvəl 0,4-ümüz var idi, indi 1,6. Deməli, nə qədər artıb müəyyən etmək üçün 1,6 çıxılsın 0,4, yəni 1,2 molekul oksigenimiz, daha doğrusu atom oksigenimiz artıb. Daha doğrusu qaba əlavə olunub. Bu da 1,2 atom oksigen, 1,2 oksigen bizə X molekul deyir, ozon əlavə olunub da qaba, düzdür? 1,2 deməli 1,2-ni biz 3-ə bölsək, tapa bilərik ki, neçə molekul, yəni 3x bərabərdir 1,2-yə. Ozon əlavə olunub. Ozonun da bir molekulunda biz bilirik 3 atom var. Əgər bir atomda 3 atom varsa, 3 oksigen atomu varsa 3x bərabərdir 1,2-yə. Buradan da x bərabər olur 0,4-ə. Deməli biz 0,4 mol molekul ozon əlavə etmişik və molekulların sayı 4 dəfə artıb. Düzgün cavab variantı Y variantı. Növbəti suala diqqət yetirək. Bizə qaz qarışığı verilmişdir. NO və NO2-dən ibarət qaz qarışığı. Qarışıqda molekul sayını N ilə işarələyib və qarışıqda atomların sayı isə 2,4N və qaz qarışığında NO2-nin həcm payını soruşur. Deməli, biz ilk öncə molekul sayı N-dirsə, NO-nun molekul sayını və yaxud da NO2-nin molekul sayını bilmirik. Ona görə də məhsulla işarələdim. NO-nu X ilə, NO2-ni isə Y ilə. Və daha sonra bizə deyir ki, qarışıqda molekulların sayı. Molekulların sayı X və Y-dir. X və Y-in cəmini bərabərləşdirdim N-ə. Çünki şərtdə diqqət yetirin, qarışıqda molekulun sayı N-dir. Bərabərləşdirdim N-ə. Qarışıqda atomların sayı bərabərdir 2,4N-ə. NO-nun bir molekulunda 2 atom var. 1 azot, 1 oksigen atomu. X molekul dediyinə görə X vurulsun 2X. X vurulsun 2, yəni 2x atom. Üzərinə gəlinsin, NO2-nin bir molekulunda 3, 1 azot, 2 oksigen atomu var. Y molekul olduğuna görə Y vurulsun 3, yəni 3Y bərabərdir 2,4N-ə şərt verib bizə. Daha sonra mən aşağıdakı bu düsturda N-in yerinə yuxarıdakı N-in ifadəsini, yəni X plus Y qoyuram. 2X üzərinə gəlsin 3Y bərabərdir 2,4 vurulsun N, yəni X plus Y. Yuxarıdakı tənliyə əsasən. X plus Y. Daha sonra yerinə X plus Y qoyduqdan sonra mötərizəni açıram. Tənlik kimi həll etdikdən sonra 0,6Y bərabərdir 0,4X-ə. Yenidən yazım. 0,6Y bərabərdir 0,4X-ə. 0,2X-ə eləsək 3Y bərabərdir 2X-ə. Deməli, Y-imizin qiyməti 2, X-imizin qiyməti isə 3-dür. Və bizə, deməli, biz NO-nu X ilə işarələmişdik, səhv etmirəmsə, Y-i NO2-ni Y ilə işarələmişdik. Deməli, X-imiz 3, Y-imiz bəlkə ola bilər burada, yəni səhv etdim, amma ümumi yolunu izah edirəm. 3, 2, həcm payını, NO2-nin həcm payını istəyirsə, NO2 burada həcm dedikdə molekul sayı nəzərdə tutulur. Neçə həcmdir? 2 həcm. Ümumilikdə qaz qarışığımız neçə həcmdir? 3 plus 2, yəni 5 həcm qaz qarışığımız var. 5 vurulsun 100-ə. Həcm payı dediyinə görə faizlə 100%. 5 bir dəfə 20 dəfə, deməli 20 dəfə 20 vurulsun 2, yəni 40%. Növbəti sualımıza baxaq. Bizə CXHY maddəsi verilmişdir. Yəni karbon hidrogen atom sayını bilmirik, X və Y.
Bir molekulunda olan proton sayı 22, P bərabərdir 22-yə. Neytron sayı N bərabərdir 18-ə. Və şərtdə bizə bildirilir ki, atom sayını müəyyən edin. Deməli, ilk öncə biz proton sayını necə tapırıq? Karbonun neçə protonu var? Bax, diqqət yetirin. Şəkli yaxınlaşdıranda görürük ki, 6 protonu var. 6 protonu var və X karbon atomu var. 6X proton var. Üzərinə gəlinsin. Hidrogenin 1 protonu var və Y atom sayda burada hidrogen var. Y vurulsun 1, yəni Y bərabərdir 22-yə. Daha sonra neytron sayı 18'dir. Karbonun eyni zamanda neytron nədir? Kütlə çıxılsın proton sayı. Kütləsi 12'dir, proton sayı 6'dır. 12 çıxılsın 6, 6. X karbon atomu var, yəni 6X. Üzərinə gəlinsin. Hidrogenin kütləsi də 1'dir, proton sayı da 1'dir. 1 çıxılsın 1, deməli neytron sayı 0'a bərabərdir. 0 vurulsun Y, yəni 0. Yəni 6x üzərinə gəlsə 0, elə bərabərdir 6x-ə. 6x bərabərdir nəyə? Neytron sayımız nə idi? 18. Buradan x-i müəyyən edə bilərik rahatlıqla. X bərabərdir nəyə? 3-ə. Və bu 3-ü yuxarıdakı tənlikdə yerinə qoyub davamını yaza bilərik. 6x, yəni 6 vurulsun 3, 18. Üzərinə gəlsin y bərabərdir 22. Buradan da y bərabərdir 4-ə. Atom sayını istəyir. X 3, y 4. Atom sayı dedikdə 3 və 4-ün, x və y-in cəmi, o da bərabər olur 7-yə. Növbəti sualımıza baxaq. Bizə metan və oksigen qazları verilmişdir. Və bildirilir ki, mol miqdarları, yəni molekul sayları x, y, atom sayları isə bərabərdir. Bax, görürsünüz ki, A. Bizə bildirilir ki, x böl y nisbətini hesablayın. Deməli, ilk öncə, əziz şagirdlər, biz diqqət yetirək ki, metanda neçə atom var? 1 karbon atomu, 4 hidrogen, yəni 5 atom var. Oksigende isə ümumilikdə 2 atom var. Deməli, 5 və 2-ni biz ortaq olaraq nə gətirə bilərik daha asan olması üçün? Məsələn, 10-a gətirə bilərik. 10-a gətirməyim üçün mən metandan 2 molekul götürməliyəm. 5 vurulsun 2, yəni bu x-i 2 kimi götürməliyəm. Oksigeni 10-a gətirmək üçün 5 molekul oksigen götürməliyəm. Düzdür? 5 molekul oksigen. Deməli, 2 bölünsün 5, x böl y nisbətini soruşur. X böl y, yəni 2 bölünsün 5, bu da bərabər olur 0,4-ə. Növbəti suala baxaq. Bizə sualda bildirilir ki, daha doğrusu karbon O və karbon qazı verilmişdir. Qarışıqda maddələrin mol sayı 2 mol, yəni mol molekul deməkdir. Mol karbon O, 3 mol, yəni 3 molekul karbon qazı verilmişdir. Qarışıqda olan atomların ümumi mol sayı. Karbon oda dəm qazının 1 molekulunda neçə atom var? 1 karbon, 1 oksigen, yəni 2 atom var. 2 molekul karbon oda isə 2 vurulsun 2, yəni 4 atom var. İkincisinə diqqət yetirək. Karbon qazının 1 molekulunda 3 atom var. 1 karbon atomu, 2 oksigen atomu. Cəmlədikdə 3. 3 molekul karbon qazında isə 3 vurulsun 3, yəni 9 atom var. Ümumilikdə cəmləsək, qarşılıqda olan atomların ümumi mol sayını 4 üzərinə gəlsin 9, yəni 13. Düzgün cavab variantı Y variantı. Növbəti sualımıza baxaq. Metan və hidrogen xlorid qazları verilmişdir. Şərtdə bildirilir ki, mol sayı 0,2, 0,5. Yəni mol molekul deməkdir. 1 molekul metanda neçə atom var? 1 üzərinə gəlsin 4, 5 atom. 0,2-də 1 molekul metanda 5 atom varsa, 0,2 molekulda x atom. X bərabərdir 0,2 vurulsun. Deməli, 10-da 2 vurulsun 5-ə bərabərdir 1. Deməli, 1 atom var. 0,5 hidrogen xloriddə. 1 hidrogen xlorid molekulunda 2 atom var. 1 hidrogen, 1 xlor atomu. 0,5 deməli molekulda isə deməli 0,5 molekulda isə x bərabərdir 1-ə. A böl nisbətini istəyir. A böl nisbəti 1 bölünsün 1, yəni 1-ə bərabərdir. Düzgün cavab variantı Y variantı. Növbəti suala baxaq. Bizə Q böyükdür 0 və Q kiçikdir 0 verilmişdir. Q böyükdür 0, yəni istilik ayrılır. Q kiçikdir 0, yəni istilik udulur. A variantına diqqət yetirək. Kondensasiya, kondensləşmə. Kondensləşmə maddənin daha doğrusu maye haldan buxar halına keçməsidir. Mən belə bir şey demişdim ki, məsələn, biz dedik ki, əksər demək olar ki, birləşmə reaksiyaları eksotermik, əksər parçalanma reaksiyaları isə endotermikdir.
Kondensasiya maye haldan, mayedə molekullar müəyyən qədər bir-birinə yaxın yerləşir. Maye haldan buxar halına keçməsidir. Buxarda isə molekullar daha aralı yerləşirlər. Burada molekullar parçalanır yoxsa birləşir? Əlbəttə ki, molekulların müəyyən qədər parçalanması baş verir. Parçalanma isə əksər parçalanma reaksiyaları nə olur? Endotermik, deməli minus kök, kök kiçikdir 0. İkincinə diqqət yetirək. Sublimasiya. Sublimasiya maddənin bərk halda molekullar çox sıx yerləşir. Bərk haldan qaz halına keçməsidir. Qazda isə molekullar çox aralı yerləşir. Yenidən molekulların parçalanması baş verir. Əgər parçalanmadırsa, deməli Q mənfidir, yəni kiçikdir 0. C-yə diqqət yetirək. C-də donma. Donma maddənin maye haldan bərk hala keçməsidir. Mayedə molekullar müəyyən qədər bir-birinə yaxın yerləşir. Bərkdə isə bir-birinə ümumiyyətlə daha çox yaxın yerləşirlər də. Molekullar arası məsafəsi çox az olur. Bərkdə, deməli molekulların burada birləşməsi baş verdi. Birləşmədirsə eksotermik reaksiyadır. Q böyükdür 0. D variantına diqqət yetirək. Buxarlanma maddənin maye haldan qaz halına keçididir. Mayedə molekullar bir-birinə nisbətən yaxın yerləşirlər. Qazda isə molekullar bir-birindən daha çox aralı yerləşirlər. Aralı olduğuna görə molekulların parçalanması baş verir. Parçalanma baş verdiyinə görə reaksiya endotermik reaksiyadır. Q kiçikdir 0.